Eləsi var, yəni sənət olmayandan sonra ay dostlar, bu konsertə niyə verirlər? Nəyin sənətini göstərsən? Qaynaq saçı, yoxsa qavan dişlərini? Nəyin? Yoxsa ağaçdələn burnunu? Əlbəttə əsəbləşirəm. Konsert versən oxu da. Hələ bir kişi də ora çıxıb arsız şey eləyir. Olmayan sənətdən danışır. Nəyə lazımdır bu şeylər? Mən bu şeylərə pis baxıram, çox pis baxıram. Oxuya bilən versin konserti. Mən də canlı verilişimdə onun o zəngülələrini burada qoyum. Deyim ki, ay dostlar, halal olsun. Düşmən də olsaq kişinin qızı oxuyur. Spasiba. Взаимно. Я тоже люблю вас. Mənim hər toyum bir konsertdir zaten. Mən konsert verib pul qazanıram. Mən gəlib 17.000 salona verib zala. Nə bilim, və qalyanxanalarda adı olsun ki, buna. Yəni, onlar boş şeylər deyil. Boş şeylərdir. Vallahi boş şeylərdir. Şeydə studiya zapislərini də ora qoyurlar, ay dostlar. Sizi alladırlar. Boykot eləyin. Kim canlı oxumursa o konsert deyil. Canlı gəlsin. Ya da canlı oxuyurlar, güya nəyi deyirlər. Gördün canlı oxudu, məsələn. Məsələn deyirəm, aynı. Məsələn, gözlərəm səni, gəl üzmə məni, gəl ay yarım, gözüm qalıb yollarında. Bunu hamı oxuyur da. Valla mənim izləyicilərim bunun hamısını. Deyirsə, ay Nərgiz xanım, oradan bəlkə siz canlı qoşum. Lüboyunu qoşaram, özüm ölüm. Bunları oxumaq. Çox da sənət buna lazım deyil. Oxumaq üçün diapazon göstər. Sol segah oxu, bircə ağız muğam oxu, bircə ağız xalq mahnısı oxu, aşıq mahnısı oxu. Bir şey oxu, yoxsa fonogramı ora qoyursan. Biz ayrılandan, özdə dostlar, Allah haqqıdan o mahnıdakı sözlərin hamısında aferist qalıqla, yəni eşitdirir. Biz sən gedəndən mən çox fikir çəkirəm. Bu da mahnı. İndi dönsən də hələ gec deyil, qapım bacam sənə açıqdır. Gəl. 3-4 kişi var əlində. Hamısına deyir sənə deyirəm bunu. Bu giş kişilər də inanır. O oradan televizor yandırır, dostlarına deyir, mənə mahnı oxuyacaq, baxarsan. O da oradan deyir, oradan deyir. Bunu mənə çatdırıblar. Səndən əvvəl işləyən bir xanım var idi, hamısını mənə çatdırıb. Ona görə də prodüser tutan deyil, prodüser tutun ki, gəlib sizin ayıblarınızı danışmasın sonra. Aferistqalığa bax, mən gəlib ay dostlar, 47 yaşa çatmışam, bir yaşıma daha girdim. Vay. Sonra deyir bir üzük aldırıb bir nəfərə. Üzüyü gizlədib. Sonra o bir nəfərə deyib ki, filan yerdə üzük görmüşəm. Fikir ver. Deyir, bu üzüyü 4 nəfərə aldırıb dostlar. 4 nəfərə. 4-nə üzüyü göstərib. İndi çıxıb TikTokda deyir ki, həyat yoldaşım mənə üzük alıb. Məsələni. İndi bu 4'ü də elə bilir ki, bunu deyir də. Bax, görün nələr var. Görün. Ay Arslan, bə sənə nə yaxşı? Mənə o var ki, mən veriliş aparıram. Özümdəki verilişimdə nədənsə danışmalıyam. Sizi marifləndirirəm ki, sizi allatmasın da. Elə olan kimi altına yaz ki, hansı sevgilin, hansı? Hələ yaxında bir dənə qırğın bir şey var, onu gözləyirəm. Telefonuma xəbər gəlmir ki, çıxam səs yazılarından buradan qoyam, danışam. Bir oğlan var, hələ deyəmmərəm adını. İndi o, onunla yaxında inşallah vuruşacaq. Qızlara nələr deyibsə, qızların səslərini qoyacağım. Hamısını. Görün mən necə haqlıyam. Ay aman. Hələ indiyə qədər show biznesdə belə reklam getməyib. Siz də tanımırsınız. Əsərin təzə qəhrəman, təzə yeznənizdir. Vicdoğanın təzə sevgilisidir. Özünü pullu kimi göstərir, pulu zadı yoxdur. Deyəcəm, hələ yox, tələsməyin. Orada da, bunları da kim tanış edib? Bu işlərə baxan bir YouTuber var, hələ adını demirəm. Bu məsələlərdə özünüz yazacaqsınız adını. 15 illik deyir, dostluq. Dost-dosta, show biznesdə müğənni qalmadı. Sən bu ailəli kişiyə tanış elədin, düzəltdin. Ayıbdır. Əvvəla bu qanunu pozursan sən. Hələ mən buradan müraciət edəcəm. Hələ qoy işlər başlasın ondan sonra. Sən xeyr ola, git YouTube'a mahnı qoy da. Sən xeyr ola bu işlərlə məşğulsan. Bəli. Sənə nə? Necə yəni mənə nə? Necə yəni? Mənim işim budur da. Həm müğənniyəm, həm
Bloger müğənniyəm, jurnalistəm özüm də ali təhsilli. Ayıbdır deyir valla. Ay canım sizi ayıldıram da sizi maarifləndirirəm. Nəyi ayıbdır? Yox, git pijduq özüm bil. Hiç qarışmıram.